Biri varmış, biri yoxmuş. Bir qoca qarı varmış. Bu qarının balaca bir nəvəsi varmış. Uşaq çox balaca olduğundan ona cırtdan deyirlərmiş. Bir gün cırtdan gördü ki, yoldaşları meşəyə oduna gedirlər. O nənəsinə dedi: "Ay nənə, mən də uşaqlarla oduna getmək istəyirəm." Qarı uşaqların hərəsinə bir parça yağ yaxması verib cırtdanı onlara tapşırdı. Uşaqlar meşədə odun yığmağa başladılar. Gördülər ki, cırtdan əlini ağdan qarıya vurmur. "Ay cırtdan, sən niyə odun yığmırsan?" Cırtdan cavab verdi: "Nənəm sizə yağ yaxması verdi ki, mənim üçün də odun yığasınız." Uşaqlar cırtdan üçün də odun yığdılar. Sonra hər kəs odununu dalına şələləyib yola düşmək istəyəndə gördülər ki, cırtdan oturub baxır. Onlar soruşdular: "Ay cırtdan, niyə dayanmısan?" Cırtdan cavab verdi: "Nənəm sizə yağ yaxması verdi ki, mənim də odunumu aparasınız."